Hamıya salam. Bugün uzun zaman sonra yeni bir vloga başlayıram. Yeni havalı bir vlog olacaq. Burada da arxamda görürsünüz ki şam ağacı var. Gəlmişik hal-hazırda shopping etməyə. Çünki qış geyimlərim çox azdır. Rahat qışda giyinə biləcəyim dəstlər almaq istəyirəm. Belə dedim, belə vlogu buradan başlayayım. Geldik United Sport'a, burada indirimler var. Mənə də sadə qara krasovka lazım idi. İşte yerə baxaq. Çok rahat. Adam qaçmaq aparmaq istəyir belə. Bayaqki ayaqqabımı həddindən artıq bəyəndim. Çox rahatdır. Giyinib qaçmaq üçündür tam olaraq. İndi də istəyirik dəstlərə baxaq belə. Görək nələr var. Gəldim Madoya. Burada dəyişik çox insan var. Ancaq çörək gətiriblər hələ ki. Bunu bu arada çox sevirəm. Çörək yaya qalmışdı. Yemeğimiz geldi. Nihayət ki. Pasta. Makaron mu? Yok sağ ol. Benim siparişim. Teşekkür ederim. Geldik. Ne bırakın. Verdim dolar. Stories. Kopya. Deməli, hal-hazırda istəyirəm bir neçə gün ərzində challenge deməzdim, amma çoxdandır sırf yeni nələrsə öyrənmirəm. Bu günlər ərzində biraz məşq eləyim. Buraya da parşata qoyacağam. Arpeggiolar və sairə barmaqlarım işləsin. Belə. İşləri gördüm, bəzi işləri. Qəstirayət edirəm, indi çay içirəm. Burada Fransa'da olan yarmarka hakkındadır. Pendirli sos etmeye kararına geldim. Burada göbelek almışam. Biraz serisinden aldım çünkü ağır çetin olur kaldırma. Bu kartoftur, bu köktür. Böyle bir eriştedir. Sonra bu cür yantar ve 2 cür də belə pendir almışam. Sırf supa qatmaq üçün. Belə, orada toyuq donu açılır, sarımsaqdır, göy sarımsaqdır. Sırf bu sup üçün aldığım ərzaqlardır. İndi yavaş-yavaş əlavə edəcəyik. Dedim, birinci tez vaxt tutmamış. Bunu buradan qızardım. Yağı azdı, yine əlavə edəcəm. Köftə də belə rəngələri seçirdim. Kartof, kuskus, soyuqlarda, küp şəklində. Birazcık sarımsaq əlavə etməyə düşünürəm. Çox az. Sabahınız xeyir. Sədərəyə gedən bir uşaqlar. Salam, sabahınız xeyir. Bugün sədərək oldu. Nə dərsiniz? Yaxşı. Kofelər. Gedirik bazarın şeyine, köküne. Əslində ona heç də almayıb qaydı. Çəkin. Salam əziz tamaşaçılar. Я вырос на окраине, рабочий городской. Парнишка модной кепке, зуб потертый золотой. Когда тебя я увидал, сразу увидал. Tanış benimle, tanış benimle. Şekillerde dolubu kalıbı, hemini bakış benimle. Dedi ki nişalandım. O peri su peri kimin yüzleri. Geldik buranın en güzel mağazasının. Çok şirinler. Bu uşaqlıq arzumuzdur. Bizdə evdə bu var, buna oxşar. Yenə də. Baxın, nə gözəldirlər. Bu 10 manatdır cəmi. Burada da belə şamlar var. Baxın.
Hətta belə girişdə və yaxud da sadəcə olaraq xalça dekor kimi qoya biləcəyiniz bir mini xalçalar var. Çox şirinlər. Burada hər boyda, hər ölçüdə şaxta babalar var. Məsələn, 390 manata, 210 manata. Çox qəşənglərdir. Bura gələndə adamın əhval-ruhiyyəsi necə açılmasın. Qar adamı. Evdə yer olar, adam hamısından qoyar. Əslində ötən ildə bunların hamısını göstərmişdim, amma yenə də yeni nələrsə gəlir. Baxın, bu yadımda deyil ki, belə bir şey var idi. Çox qəşəngdir. Baxın. Belə yolkalar da var dekor olaraq. Çox şirindirlər. Bunlara baxın elə. Yox. Belə dekorlardır. Və yuxarıda da həmçinin. Baxın, nə şirindir bu. Bu içinə məsələn konfet falan qoymaq olur. Çox qəşəngdirlər. Konfet qablarıdır. Oy da çox şirindir. Bu da mini variant. Burada şey var, pryanичный домик. Bu da qəşəngdir. Hamısı qəşəng. Baxın, bu qab qəşəngdir. Mən yeni il qablarında nəyi sevmirəm? Məsələn, adi belədirsə, baxın, bu içinə nəsə dolduranda bilinmir ki, şaxta babadır. Amma forma olanda, məsələn, belə bir formadadır, vidi itmir də. Yəni, yemək qoydunuz, konfet qoydunuz, yenə də o vid qalır. Baxın, bunlar da şirindir. Bunlardan da almaq olar bu arada. 5 manatdır, 4 manatdır cəmi. Əla. Çox qəşəngdirlər. Bu da şirindir, konfet qabı. İndi baxıb, ən sonunda seçmək lazımdır ki, dəqiq hansıları istəyirəm. Ay Allah, buna baxın, şılkunçik. Şəynliklər də şirindir. Hamısı şirindir, seçmək çətindir. Adam çaşıb qalır. Burada da həmçinin stəkanlar, baxın, 3 manata əladır. Ümumi ab-hava yaratmaq üçün qəşəngdir. Mən istədiyim başqa tipajdadır. Sırf bir dənə ondan almaq istəyirəm. Amma yenə də burada da hər cürəsi var. Nə şirin, nə qəşəngsən sən. Ay Allah, çox qəşəngdir. Baxın, mənim dırnağımda da piçenkadır. Hello, hello. Bu arada hava dəyişir, soyuqdur. İndi bu mağazanın içində yox, yaxşıdır. Amma çölə çıxdıqda çox soyuqdur. Bura baxın, burada da qar adamları və marallar, gözəlçələr. Bir dənə baxın, bunlardan necə seçəsən? Hamısı çox gözəldir. Burada da pryaniklərdir. Baxın. Şaxta baba. Baxın. Mən bu tipdə almaq istəyirəm, formalı, bilmirəm, ya yolka ola bilər, belə bir şey, ya qar adamı, ya şaxta baba ki, nəsə qoyduqsa da belə formaları itmir də. Bu hissədəkilər mənə daha uyğundur. Baxın, belə 3 dənəli qabda var. Prosta yenə də bunun içine qoydun, itəcək də fasonu. İstəyirəm ki, yeni süfrəsində itməsin. Burada da süfrə üçün dekorlar var. Seçim çox olanda adam çaşır. Məsələn, bu qəşəngdir məncə. Belə baxın, hər cürə. Bir də burada süfrələr də var. Tam olaraq süfrələrin özü də var. Yəni seçim oradan da çoxdur. Burada da həmçinin də qabların altına bunlardan da düzə bilərsiniz. Bunlara baxın. Şirinləri və həmçinin də bunlar.
Muhteşem. O kadar seçim var ki çok çətin seçmək. En sevdiğim Snow Globe'lar. Bunların naborları var. 100 tane. Ha, burada var işte. Bizde evde var. Ama ne? Yine istiyorum. Ama o. Ay. Burada o oyuncaklardı. Bakın ben bunu həddindən artıq beğendim. Ay ya. Yəqin bunlardan alarım. Prosta yine dediğim kimi çaşbaş qaldım. Çok həddindən artıq çok seçim var. Bunlar da gözəldir çok. Oyuncaqlar da çok duydu. Gərək sırf ağında hansısa rəngləri və dizaynı tutasan ki, tam olaraq gəlib seçəsən. Belə həddindən artıq çətindir. Seçim çox, seçim etmək ondan çətin. Bunlara baxın elə. Lay. Burada da hamısı oyuncaqlar. Ay da ne qəşəngdir. Prosta bunun başqa rəngi olsaydı bizim yolkaya, bizim dekora uyğun deyil. Görürsən var başqa rəngdə. Konfetlər hamısı qəşəngdir, amma niyə hamısı bu rəngdədir? Böyle. Bunlara bak. Ortada da bir şey olacak. Çok iyiymiş. Burada böyle corablar var. Şimdi başka mağazadayıq. Bundan öncə də bir iki mağazadaydı. Sadəcə çox basırığıydı. Orada çəkiliş edə bilmədim. Bu boyutuzlar. Ve şamdanlar var. Çok güzeldir. Təqribən baxdım. Ayda bunlar qəşəng. Ya masanın ortasına qoyursan belə. Ya da ki burada da var belə bir. Mesela 3 dənə bundan belə qoymaq olar ya 4 dənə. Çox gözəldir. Belə hazır dırnaq dizaynları var. Belə qabaqlar hər cürə. Şimdiləri. Ve oyuncaklar var. Selam. Burada dəftərlərə də baxma. BTS. Ben istedim highlighter kolleksiyamı yeni nəsə edeyim. Burada yox. Baxaq bəlkə başqalarında var. Deməli belə gördüyünüz kimi sakitçilikdir. Maşına ilk qayıdan mənəm. Bayaqdan ora-buranı gəzirik. Çox yerlərdə çəkiliş etmədim. Birincisi darıskal idi, adam çox idi. İkincisi də elə yerlər var idi ki, çox səs-küy idi və yaxud da tez-tez baxdıq oralara. Ona görə çəkə bildiyim yerlərdə çəkdim, bilmədiyim yerlərdə çəkə bilmədim. Və o qədər də çox şey almamışam, bəzi şeylər aldım. Onsuz da məqsədim çox şey almaq deyildi. Çünki keçən ildən hələmdə var müəyyən şeylər. Sadəcə bəzi yerlərdə biraz əsəbləşdik, alacağımızı da almadıq. Bəzi yerlərdə çox, yəni qeyri-etik mi deyim, yersiz davranışlı satıcılar yüzündən sadəcə insan məcburi artıq alacaqları da qoyub çıxıb gedirsən o dərəcədə. Belə, təəssüf ki, bəzi məqamlarda belə bitdi. Aldıqlarımı evdə göstərərəm. Evi də bəzəməliyik onsuz da. Bu arada dırnaqlarımı çoxdan etmişəm. Artıq ikinci həftədir də. Sadəcə olaraq dırnaqlarım zəifdir deyənə bu aralar. Artıq bəzi yerlərdə çat var. Sınmaq üzəridir. Bilmirəm indi neynim, gedim sadəcə bərpa edimmi, yoxsa yeni dizayn edim. Bu ayın artıq 15-idir, səhv etmirəmsə, dekabr ayının. Ona görə bilmirəm. Eləsəm, yenə yeni ildən sonra yenə yeni il dizaynı ilə gəzmək. Artıq gərək nəsə başqa bir şey edib, düşünürəm. Bu mənim dırnaqlarımdır. Burada belə konfetka var. Cozy Winter. Əslində tamam başqa şey etmək istəyirdim. Ancaq belə piçenkalar etmək istəyirdim. Ginger cookies etmək istəyirdim. Amma sonra nəsə səhv getdi. Hər şey istədiyimiz kimi getmədi. Baxın artıq yəni
çıxıb da diblərdən. Çünki bir müddət var, onsuz da məndə tez çıxır. Belə. Chilly winter, soyuq qış. Burada mütləq ayranım. Ayran var. Burada belə bir burger almışıq ki, yolda artıq ürəyim bulanır biraz, başım fırlanır acılıqdan. Yəqin ki, yeyərəm. Düzdür, ev yeməyi istəyirəm, istəmirdim bunu yeyim. Bu da ev sayağı burgerdir, amma yenə də. Deyəsən, yeməli olacam. Не знаешь, почему говорю? Bu arada dünən bişirdiyim şorbanın nəticəsini göstərməyi unutmuşdum. Elə bir ərişdəli, bir şorbası. Sabahınız xeyir olsun. Əsəd olacaq. Və qəşəng sıfıra açıb səhər yeməyi yeyəcəyik. İndi biz gedirik Zootopyanın ikinci hissəsini izləməyə. Gəldik. Artıq buradayıq. Bizim baxacağımız multik Zootopya. Bu qorxulu şey yaşır. İstəməm. Baxın, burada belə Lego dünyası var. Uşaqları gətirmək olar. Çox maraqlıdır. Gəlib burada Lego yürürlər. Biz gəldik. Artıq keçirik. Зато все живы. Второе правило. Если хочешь есть, ешь. Где он взял эту корону? Других вопросов нет? Братья животные! Люди... Привет, Блиц! Блиц, скорость без границ! Моя напарница в беде, на другом конце города. Подбросишь? Нет. Geçen dəfə Madonun bu belə baxanda adi şorbadır, mərcimək şorbasıdır, amma çox bəyəndik. Ona görə istədim. Yenidən burada olmuşkən. Kərəylə gəldim. Baxın. Qəşəng hissətdim. Baxın. Rəngdə krasovka. Çoxdandır. Çəhraya, sırf çəhraya rəngdə krasovka istəyirəm. Tam mən istədiyim onda olması da gözəldir. Biz hal-hazırda 28 arasına gəlmişik. Artıq, daha doğrusu buranı tərk edirik. Bayaqdan çox işlər gördük. Sizin üçün çəkməmişəm. Amma bayaqdan bu ərazidəydik. İntizdən qaydırıq. Gənclik mol tərəfə. Maşın oradadır çünki. Maşına minib gedəcəyik qonaq. İngiltərəli dostlarımız bizi qonaq çağırıb oraya. Parkingə 20 manat ödəməyim. Çok uyutmadı bura, bakın. Qəşəng kamin. Ən istədiyim şey. Evdə kamin olsun. Bu hisse Azerbaycan style. Stili. Bu İngiliz çorba. Gold color. Cauliflower. Yemek bir şeydir. Burada. Bu çok iyi sefer. Bu İngilizlərin milad süfrəsinə aid yeməkdir. Belə fərqli. O çoxları. Həm də şəklimdə gəlməsin. Can I get back? O çox rahatdır. Gəldik evə. Bir neçə saat öncə kuryer yığmışdı ki, sifarişiniz gəlib. Evdəsinizmi? Mən dedim ki, aşağıdan komendanta qoysun ki, artıq evə gələndə məndə olsun. İndi açacağım. Çox möhtəşəm vaxt keçirdik. Çox belə ev havasında, həm də maraqlı idi yeni mədəniyyətlə daha yaxından tanış olmaq. Çox gözəl idi. Deməli, sifarişlərimi sizə göstərim. Bir dənə bunların şirinliyinə baxın. Düzdür, mən bunları daha böyük gözləyirdim. Bu qədər, bu dərəcədə balaca olacaqlarını bilmirdim. Düşünməzdim ki, belə balacadır, amma çox şirindilər. Sonra belə Koreya stikerləri, Koreyanın yeməkləri ilə olan stikerlər sifariş vermişəm. Burada hər yeməkdən stiker 2 dənədir, 2 ədəddir. Məsələn, tteokbokki, korundok məşhur, yəni bizdə də hamı tanıyır korundokları artıq yarmarkalar sayəsində. Burada məsələn bibimbap, ramyon və s. omuk var, soju var.
Korean barbecue chicken var, çimek. Çimek chicken qızardılmış toyuqdur. Mek isə mekçudan, yəni pivədən götürülür. Onların fikricə çox bir-birinə uyğundur. Omuk bu da çox dadlı olur. Koreydə olarkən çox sevmişdim dadını. Bu fish cake deyirlər. Balıqdan hazırlanır. Yəni qısacası bu samgyetangdır, toyuqdan hazırlanır. Belə. Çox şirin deyirlərmiş içədə. Daha sonra belə yeni il tematikasında olan zubaçiska vardı ki, bunlarla belə müxtəlif atışdırmalıq günün süfrəsi üçün edirsiniz, mini buterbrotlar, kanapelər edirsiniz və üzərinə də bunu əlavə edirsiniz dekor olaraq. Sonra airfryer üçün belə bir kağızlar sifariş etmişəm ki, batmasın airfryer'ın özü. Hər dəfə yumaq çox da yaxşı deyil. Daha yaxşıdır ki, belə bir kağızlardan istifadə edərsiniz. Altdan da fərqə ilə. Və son olaraq belə şirin, ürəkli pijama gəlib. Gəlib deyəndə ki, sifariş vermişəm. Gəlib düzdür, belə. Finkasıyla, uzun qol, köynəyi ilə. Dostlarımız, dünən biz bu şirniyyatı çox bəyəndiyimiz üçün bizə də evə qoydular. Çox sağsınlar, çox şirindir. Əgər nə vaxtsa sınamaq şansınız olarsa, sticky toffee pudding adlanır. Onların belə deyək, milli şirniyyatları sayılır. Əsasda Milad ərəfəsində. Bugünlük bu qədər. Növbəti videolarda həm aldıqlarımı sizə göstərəcəm, həmçinin də evi və şam ağacını ümumiyyətlə bəzəyəcəyik. Birlikdə yeni ilə hazırlaşacağıq. Ona görə izləməyə də qalın. Sağ olun, özünüzə yaxşı baxın.